Son dövrlərdə hamı soruşur ki, Azərbaycanda Çin maşınlarına olan tələbat niyə azaldı? Gəlin bu məsələyə bir neçə məcradan nəzər salaq. Birincisi odur ki, bazarda bir partlayış bumu baş verdi. Deyək ki, bir il yarım öncə 2-3 markanın 5-6 modeli var idisə, son 6-8 ay ərzində onlarla Çin markası bir xeyli modellə bazara girdilər və alıcılar bu markalar modellər arasında parçalandı. İkincisi bir qiymət oyunu baş verdi ki, son dövrlərdə gömrük güzəşinin qalxması, aradan qalxması və fürsətdən istifadə edən avtovuz sürücülərinin yol pulu qiymətlərini qaldırması avtomobillərin dəyərinin bahalaşmasına səbəb oldu və 20-30% bahalaşma baş verdi. Bəzi sahibkarlar, satıcılar isə gətirdikləri avtomobilləri saxladılar ki, qiymət qalxsın və daha baha qiymətə satsınlar. Alıcılar isə gözləmə mövqeyinə keçdilər. İndi bazarda qiymətlər aşağı düşsə də o alıcılıq qabiliyyəti yoxdur. Yəni alıcılar daha çox gözləmə mövqeyində qalmaq istəyirlər. Üçüncüsü və əsas problemlərdən biri servis, detal və usta problemi oldu ki, ustalar bəzi marka modelləri tanımadılar. Servislər isə absurd bir fikirlə çıxış etdilər ki, bizdən alınmayan avtomobillərə biz xidmət eləmək istəmirik və etməyəcəyik. Bu isə alıcılarda belə bir fikir formalaşdırır ki, biz eksperiment olmaq istəmirik. Dördüncü faktor isə ikinci əl dəyərin çox aşağı olmasıdır ki, bir ildən çox sürülən avtomobillər var ki, ölkədə artıq onların ikinci əl satışı mövcuddur və alıcılar baxırlar ki, bu avtomobillər 20-30%-dən çox dəyər itirirlər bir il içində. Ona görə də ənənəvi modellərə, Hyundai, Kia, Toyota və s. yönəlirlər. Dördüncü, beşinci faktor isə etibar faktorudur ki, bizim alıcılar daha çox benzin və dizel mühərriklərə yönəliblər. Çin markaları isə bizə əsasən elektrik, hibrid və turbomotorla təchiz olunmuş avtomobilləri təqdim eləyir. Alıcılarımız isə bir başqası alsın, yoxlasın, sonra mən alaram fikri ilə gözləyirlər. Amma həqiqət budur ki, ölkədə tələbat azalmayıb, sadəcə insanlar gözləmə mövqeyindədir və bazarda çoxlu sayda avtomobil var. Və ümumi belə bir nəticəyə gəlib çıxaq ki, Çin avtomobilləri artıq ölkəmizdədir, artıq həyatımızın bir hissəsinə çevriliblər və onlar buradan getməyəcəklər. Hər ay, hər rüb, hər il daha çox texnologiya ilə, daha çox yeniliklərlə çıxış edəcəklər və bazarda daha çox rəqabət yaradacaqlar. Siz də Çindən və yaxud Amerikadan, Koreyadan, Dubaydan avtomobil əldə etmək istəyirsinizsə, Ekonom Avto komandası olaraq bizə müraciət edə bilərsiniz.